Gördüm o başın üstündə 4 dənə qadın ağlayır. Amma bunu eşidirəm, deyir ki, Hüseynim laylay, susuz ölən balam laylay, ətşan ölən balam laylay. Deyir, bu qadınlara baxdım, 3 qadını tanımadım, amma bir qadını tanıdım. Niyə? Çünki mən xristiyan olduğuma görə gördüm ki, bu Həzrəti Məryəmdir. Gördüm, Məryəm də buna ağlayır, deyir, Hüseynim laylay. Şəhadəti qəbul edir. Amma rahib deyir ki, dedim, əgər Peyğəmbərin nəvəsi Hüseynin başıdırsa, imamın kəsilmiş başı fərq eləməz. İmamın başı danışar. Dedim, Hüseyin, əgər sən həqiqətən Əli balasısansa, Zəhranın sinəsindən süd əmmisənsə, gərək məndən bu gecə danışasan. Bir gördüm, İmam Hüseynin qanlı başından səs gəldi, dedi, rahib, xoş sənin halı var. Rahib, sən İslam oldun. La ilahe illallah deyilən qiyamət günündə mən sənə şəhadət verəcəyəm.